Bir gün qabaq ölkənin əksər siyasi partiyaları, o cümlədən AKP və Müsavat, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Avropa Parlamentinə müraciət imzaladı. Bu müraciət ətrafında ictimai fikirdə qızğın müzakirələr gedir. Birinci sualımız bu müraciətin mahiyyəti ilə bağlıdır. Həmin müraciətdə söhbət nədən gedir? Bilirsiniz ki, bu günlərdə 9 il cəza çəkəndən sonra Ramil Səfərov Azərbaycana ekstradisiya olundu və azad olundu. Və bundan sonra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı bir kampaniya başlandı. Demək olar ki, əksər nüfuzlu qurumlar bu məsələyə münasibət bildirdilər, Azərbaycanın hərəkətini pislədilər, hətta Ramil Səfərovun yenidən həbs olunmasını, həbsxana qayıtmasını tələb elədilər. Bizim bu müraciətimiz bununla bağlı idi ki, niyə görə həmin qərb qurumları, Avropa Birliyinin qurumları vaxtilə Ermənistan heç öz vətəndaşı olmayan, erməni millətindən olan terrorçuları azad edib, onları Ermənistanda qəhrəman kimi qarşılayanda hamı susmuşdu. Hansı ki, həmin o terrorçular sonradan gəldilər Qarabağda Azərbaycana qarşı vuruşdular, Xocalı soyqırımında iştirak elədilər. Amma onlar azad olunanda heç bir etiraz olmamışdı. Biz Ramil Səfərovu həmin terrorçularla heç müqayisə eləmirik. Bilirsiniz ki, bu mütəmadi təhqirlərə məruz qalmış və Qarabağ bölgəsindən olub çoxlu sayda qohumları, yaxınları bu müharibədə şəhid olmuş bir insanın tərəfindən baş vermiş hadisədir və 9 ildə artıq cəza çəkib. Ona görə də biz hesab elədik ki, bu bütövlükdə Azərbaycanın problemidir. Biz Ramil Səfərovu həmişə müdafiə eləmişik. Açığı, indi son vaxtlar hakimiyyət Ramil Səfərovun azad olunmasından daha çox özünün PR aksiyası kimi istifadə edir. Biz bunu doğru saymırıq. Amma onun həbsdə olduğu 9 ilə qədər müddətdə biz həmişə onu gündəmdə saxlamışıq. Niyə görə? Çünki o elədiyi əməldən daha sərt cəzaya məruz qalmışdı. Erməni lobbisinin təsiri ilə bütün obyektiv hallar araşdırılmamışdı və əslində olmalı olduğundan daha sərt cəzaya məruz qalmışdı və biz müxalifət olaraq onu həmişə müdafiə eləmişdik. İndi biz biganə qala bilmərik ki, Azərbaycanın vətəndaşına, zabitinə qarşı belə bir qərəzli münasibət olsun. Ona görə də ölkənin siyasi partiyaları, o cümlədən müxalifət partiyaları, biz hamımız birlikdə müraciət qəbul edirik Azərbaycanın siyasi partiyaları adından Avropa Parlamentinə. Bu müraciət də yalnız Ramil Səfərovla bağlı qətnamədəki yanlış müddialarla bağlı idi. Biz açıq dedik ki, bu qətnamədə Ramil Səfərovla bağlı müddialar obyektiv deyil, ikili standartdır. Çünki eyni münasibəti siz vaxtı ilə Ermənistanda göstərməmişsiniz. Bu bircə müraciət Avropa Parlamentinə bağlandı, amma Azərbaycan xalqına da bircə müraciətlə çatdırmaq istədiyi mesajları, Azərbaycan müxalifətinin deyəcək istədiyi bir söz, mesaj varmı? Əlbəttə, bilirsiniz, burada bir tərəfdən biz Azərbaycan xalqına çatdırmaq istədik ki, biz Azərbaycanın hər bir vətəndaşını müdafiə edirik. Hər bir dara düşən vətəndaş hiss eləməlidir ki, Azərbaycanın aparıcı siyasi qüvvələri, müxalifət partiyaları onların arxasındadır. Bizim siyasətimiz vətəndaş üçün, hər bir vətəndaşımızın hüquq və azadlıqları üçün olan siyasətdir. Birinci bu mesajı vermək istəyirdik ki, bu ölkənin vətəndaşları bunu bilməlidirlər. İkinci mühüm mesaj ondan ibarətdir ki, baxın, son illər ərzində Azərbaycan hökuməti Azərbaycan müxalifətinə qarşı faktiki az qala düşməncəsinə davranır. Bütün vasitələrlə bizə qarşı kampaniyalar aparır Azərbaycan hökuməti. Amma buna baxmayaraq, biz bu qədər təzyiqlərə məruz qalmağımıza baxmayaraq, bizim məruz qaldığımız bu repressiyalar, bu təzyiqlər bizi kinli və qisasçıl eləməyib. Biz yenə də hesab edirik ki, ölkənin mənafələrindən söhbət getsə, vətəndaşın mənafəyindən söhbət getsə, biz yenə də ölkənin siyasi qüvvələri olaraq, o cümlədən iqtidar partiyası ilə, hökumətin özü ilə bir masa ətrafında oturub problemlərimizi həll edə bilərik. Bilirsiniz, bu Azərbaycan müxalifətinin özünə olan qeyri-sivil münasibətə baxmayaraq, hələ də sivil, dinc mübarizəyə üstünlük verməsinin göstəricisidir. Biz köklü dəyişikliklər üçün çalışdıq. Amma biz bu köklü dəyişikliklərin, məsələn, ərəb ölkələrində olduğu kimi qanlı, böyük qarşıdurmalarla olmasını istəmirik ki, biz bunun daha məxməri bir yolla olmasını, daha dinc yolla olmasını istəyirik. Ona görə də Azərbaycan cəmiyyəti bilməlidir ki, bizə qarşı olan bütün bu
aqressiv münasibətə baxmayaraq, biz hələ də dövlət, millət mənafeləri gələndə masa arxasında oturub bütün məsələləri müzakirə eləməyə hazır siyasi qüvvələrdir. Azərbaycan cəmiyyətinə vermək istədiyimiz daha bir mesaj da Azərbaycanın əsgərinə, zabitinə, ordusuna olan mesajdır. Bilirsiniz, Azərbaycan torpaqları hələ işğal altında. Hələ Azərbaycana qəhrəmanlar, əsgərlər, döyüşən insanlar çox lazım olacaq. Biz əlbəttə ki, istəyirik ki, torpaqlarımızı dinc yolla əldə edək, geri qaytaraq. Amma Azərbaycanın vətəndaşları xüsusilə ordu vuruşmağa, vətən üçün ölüb öldürməyə hazır olmalıdır. Və onlar əmin olmalıdırlar ki, onların arxasında ölkənin siyasi qüvvələri dayanacaqlar. Bunu Azərbaycan Xalq Cəbhəsindən yaxşı kim başa düşə bilər ki? Azərbaycan Xalq Cəbhəsi sıralarından Qarabağ uğrunda döyüşlərdə minlərlə şəhid verir. Azərbaycan Xalq Cəbhəsinin sıralarından onlarla milli qəhrəman yetişir. Ona görə də bizim bu müraciəti imzalamaqda, Ramil Səfərova arxa olmaqda bir məqsədimiz, bir mesajımız da Azərbaycanın əsgərinə, zabitinə, ordusuna verilən mesajdır. Onlar bilməlidirlər ki, biz hökumətə müxalifət olsaq da, biz dövlətə, orduya müxalifət deyilik. Hər bir əsgər, hər bir zabit, hər bir Azərbaycan üçün vuruşan insan arxasında Azərbaycanın milli demokratik qüvvələrini, Xalq Cəbhəsini və digər prinsipial mövqedə olan partiyaların olduğunu bilməlidir. Əli bəy, Yeni Azərbaycan Partiyasının müxalifətlə birgə imzaladığı sənəd bir cəhətindən də maraqlı gəldi, qəribə gəldi cəmiyyət üçün. Çünki uzun illərdir Azərbaycan hakimiyyəti müxalifəti saymaz yana münasibəti ilə seçilib, Azərbaycan müxalifətini qərbə işləməkdə, qərbdən maliləşməkdə ittiham edib və bunların üzərindən belə bir məqam yetişdi ki, milli bir məsələdə onlar Azərbaycan müxalifətindən kömək istəməli oldular, onlara əl uzatdılar. Bu məsələni necə qiymətləndirirsiniz? Baş verən hadisə sizə yönələn o ittihamların saxta olduğunu etiraf idimi? Əlbəttə, xeyli dərəcədə. Bilirsiniz, Azərbaycan hökumətinin özündən yaxşı kim bilir ki, bizə qarşı deyilən həmin bu ittihamlar, iddialar hamısı saxta olur. Heç bir əsası olmuyor. Əlbəttə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası, onun İctimai Palata üzrə müttəfiqləri, həm real qüvvədilər, indiyə qədər necə olur ki, bütün az-çox seçkiyə oxşayan seçkilərin hamısında biz qalib gəlmişik, bizim müttəfiqlərimiz qalib gəlir. Necə olub ki, 19 ildir bütün resurslar bir tərəfdədir, amma yenə də heç bir seçki qutusundan haram qatmadan, saxtalaşdırıq etmədən Azərbaycan hökumətinin təmsilçisi çıxa bilmir. Deməli ki, bu real bir qüvvədir, onların güya müxalifəti saymamasının əsası yoxdur. Və ikincisi də bu qüvvə milli bir qüvvədir, millətin bağrından çıxmış bir qüvvədir. Bu qüvvə heç kimə bağlı deyil, bizim ancaq bağlı olduğumuz Azərbaycan xalqıdır. Biz Azərbaycan xalqının düzdür, mənafeyi üçün hesab edirik ki, Azərbaycan qərbə, Avropa Birliyinə inteqrasiya eləməlidir. Amma onlara görə yox ki, onlara xoş gəlsin bu. Biz Azərbaycan xalqı üçün bu inteqrasiyanı istəyirik. Yox, əgər birdən biz o inteqrasiya üçün üst tutduğumuz ünvandan haqsızlıq görsək, əlbəttə ki, Azərbaycan xalqının mənafeyi bizim üçün hər şeydən üstündür. Bilirsiniz, Azərbaycan xalqı çox aydın şəkildə bilməlidir ki, bunu biz, onun mənafeyi bizim üçün ən üstün mənafeyidir və onun mənafeyi, Azərbaycan vətəndaşlarının mənafeyi tələb edərsə, biz o mənafeləri qərbdən də, şimaldan da, cənubdan da, bütün istiqamətlərdən qorumağa hazırıq. Bizim üçün xalqdan və vətəndaşlarımızın hüquqlarından üstün bir dəyər yoxdur. Son olaraq aydınlaşdırmaq istəyirdik. Bu birgə müraciətdən sonra aparıcı müxalifət partiyalarının Yeni Azərbaycan Partiyasına, Azərbaycan hökumətinə və Avropa Parlamentinə münasibətində nələrsə dəyişdi? Əvvəlcə axırıncıdan başlayayım ki, Avropaya, Avropa Birliyinə və onun parlamentinə hər hansı bir prinsipial münasibət dəyişikliyi yoxdur. Bir neçə bundan qabaq Avropa Birliyi parlamenti Azərbaycanla bağlı çox prinsipial bir qətnamə qəbulləmişdi. Yadınızda var yəqin ki, bu geniş müzakirə olunmuşdu. Azərbaycanda insan haqlarının, demokratiyanın tapdalanması ilə bağlı, siyasi məhbuslarla bağlı ciddi tələblər vardı və hətta həmin qətnamədə göstərilirdi ki, Azərbaycanda demokratik islahatlar olmasa, Azərbaycanın hökumət məmurlarına qarşı konkret sanksiyalar olacaq. Biz o qətnaməni müdafiə elədik. Yəni, bizim məqsədimiz Azərbaycan hökumətinə dəstək vermək deyil. Avropa Birliyi Azərbaycan hökumətinə qarşı sanksiya tətbiq edəndə biz demişik ki, bəli, bu məmurlar sanksiyaya layiqdirlər. Biz ona dəstək vermişik. Sonra Avropa Birliyi Qarabağla bağlı qətnamə qəbul edib.
yer gəlmişkən, həmin bu imzalanmış sənəddə biz ona qeyd elədik ki, o sənəddə obyektiv olub. Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünə dəstək verib Avropa Birliyi. Və nəhayət biz bu imzalanmış bircə sənədə Yeni Azərbaycan Partiyasında sövq elədik, razı saldıq ki, ora əlavə olundu ki, bütün bu imzanı qoymuş partiyalar Azərbaycanın gələcəyini Avropaya inteqrasiyada görür və Avropa Birliyi ilə asosiativ sazişi müdafiə edir. Ona sadiqdir. Bilirsiniz bu nə deməkdir? Avropa Birliyi ilə asosiativ saziş Azərbaycanın bütün həyatını, təsəvvür edin, yol hərəkət qaydalarından, seçki məcəlləsinə qədər, məhkəmə sistemindən, polisin işinə qədər Avropanın standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. 500 səhifəlik bir sazişdən söhbət gedir. Yəni, Azərbaycanın demokratikləşməsi üçün olduqca önəmli bir sənəddən söhbət gedir. Və biz nail olduq ki, bizimlə yanaşı Yeni Azərbaycan Partiyası da imza qoydu ki, Azərbaycan həmin o assosiasiya sazişinə sadiq olacaq, onu imzalayacaq. Deməli, bizim Avropa Birliyi ilə münasibətlərimizdə hər hansı konfrontasiya olmayacaq. Amma biz Avropa Birliyi ilə də, bütün dünyadan da tələb edəcəyik ki, bizə hörmətlə yanaşsın. Bilirsiniz, biz əlbəttə ki, onu başa düşürük, fərqindəyik ki, Azərbaycanın bu gün təklənməsinin daha çox məsuliyyəti Azərbaycan hökumətindədir. Bu İlham Əliyevin apardığı xarici siyasətin iflasıdır ki, bütün dünya Azərbaycanı indi təkləyib Azərbaycana qarşı təzyiq edir. Amma yaxşı, başa düşdük, Azərbaycan hökuməti zəifdir, bacarıqsızdır, işin öhdəsindən gəlmir. Bəs bu dünyanın ədaləti harada qalıb? Bilirsiniz, Qarabağı azad eləmək də Azərbaycan hökumətinin vəzifəsidir və o bunun öhdəsindən gələ bilmir. Amma bu bizə mane olmur ki, biz Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə irad tutaq ki, sən axı işğalçı ilə işğala məruz qalana bərabər yanaşa bilmərsən. Yəni, onu vurgulamaq istəyirəm ki, biz beynəlxalq təşkilatlardan öz haqqımızı, millətimizin haqqını istəyəcəyik, amma bu, həmin qərblə, həmin beynəlxalq təşkilatlarla konfrontasiya mənasını verməyəcək. İndi hökumətə və Yeni Azərbaycan Partiyasına münasibətin dəyişməsi də bağlı. Əvvəla Natiq bəy, bu birinci dəfə deyil. Mən bizim tamaşaçılarımızın yadına salmaq istəyirəm ki, ümummilli məsələlərlə bağlı indiyə qədər bizim təcrübəmizdə bir neçə dəfə olub ki, biz Azərbaycan hökuməti ilə eyni addımları atmışıq. Xocalı soyqırımı ilə bağlı, onun dünyada tanınması ilə bağlı eyni mövqedən çıxış eləmişik. 97-ci ildə və 2009-cu ildə 2 dəfə Yeni Azərbaycan Partiyası ilə bütün müxalifət partiyaları birlikdə Qarabağla bağlı bircə bəyanatlar qəbul edib ki, Qarabağın geri alınması üçün yaxud da Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkədə milli həmrəyliyə nail olub eyni mövqedən çıxış edəcəyik. Məyər onlar bizim mövqeyimizi dəyişir? Bu məsələni çox aydın başa düşmək lazımdır. Ümummilli məsələlərdə Azərbaycanın maraqlarından çıxış eləmək iqtidar kimi müxalifətin də vəzifəsidir və bu müxalifəti müxalifət olmaq missiyasından kənarda saxlamır. Biz Azərbaycan hökumətinə müxalifətlik. Biz Azərbaycan hökumətini yaratmaz hökuməti hesab edirik. Biz hesab edirik ki, nəinki bir ay, bir gün bu hökumətin əlavə davam eləməsi Azərbaycanda yüz minlərlə insanın hüquqlarının pozulması deməkdir. Yüz minlərlə yeni ədalətsizlik deməkdir. Azərbaycanın milyonlarla, milyardlarla sərvətinin yenidən talan edilməsi deməkdir. Ona görə də bizim mübarizəmiz çox açıq və aydın ifadə olunub ki, biz ölkədə köklü dəyişikliklərə nail olmaq uğrunda mübarizə aparırıq. Nədir köklü dəyişikliklərə nail olmaq? Rejim dəyişikliyinə nail olmaq uğrunda mübarizə aparırıq. Və biz bu rejim dəyişikliyinə nail də olacağıq. Və heç bir, hər hansı bir qüvvə, hər hansı bir səbəb bizi bu hədəfimizdən yayındıra bilməz. Və bizim vətəndaşlarımız da bunu bilməlidirlər, tərəfdarlarımız da bilib əmin olmalıdırlar, mübarizəyə daha da ürəkdən qoşulmalıdırlar. Əgər kimlərdəsə narahatçılıq var etsə, onların da narahatçılığı aradan qalxmalıdır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun İctimai Palata üzrə müttəfiqlərini Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq, rejim dəyişikliyinə demokratik yollarla, vasitələrlə nail olmaq hədəfi əsas hədəf olaraq qalır və heç nə bu hədəfi dəyişə bilməz.